Kafede dərs oxumağı sevən bir tek mənəmmi? Bu çox maraqlıdır mənə. Hava nə qədər soyuq olsa da gördüyünüz kimi çantamda və selofanda kitablarla gedirəm. Son zamanlarda daha da çox sevirəm kafedə oturub dərs oxumağı. Və burada ingilis dil writingimi eləyirəm birinci və bacım hər nə qədər istəməsə də onu da gətirmişəm özümlə. Amma sonradan o da bəyəndi. Belə bir mühit mənə çox motivasiya verir dərs oxumağım üçün və Koreya dili imtahanım üçün topik qeydiyyatından keçirəm, ingilis dili mətn. Həmişə başqalarını görürdüm, belə kafedə dərs oxuyurlar və s. Çox maraqlı gəlirdi ki, yəni necə bir mühitdir, necə olur və s. Artıq bilirəm və çox sevirəm həqiqətən. İngilis dilindən sonra Çin dilinə başlayıram. Belə yazı praktikaları, yeni sözlər, cümlə qurma və s. kimisindən onları eləyirəm. Bütün tapşırıqlarımı eləməyə çalışıram. Çin dili, Kore dili, ingilis dili və apreldə olacaq olan topik imtahanı üçün hazırlaşıram. Topik 2, hədəfim topik 5 və yaxud 6 almaqdır. Burada kafenin içərisini göstərirəm. Həqiqətən çox bəyəndim, çox yaxşıdır və hər həftə bacardığım qədər elə getməyə çalışıram. Burada göstərirəm Kore dili, müəlliməmin atdığı tapşırıqları və s. eləyirəm. Həmin o imtahanda olan tipdə tapşırıqlar. Həmçinin PDF-lərdən sözlər öyrənirəm, müəlliməmin atdığı topikdə ola biləcək. Sözlərə əsasən dəftərə yazaraqdan rahatlıqla öyrənirəm. Bacım üçün bu 1-2 idi, 4 saat boyunca dərs çalışdıq və artıq evə getmək üçün hazırlaşırıq. Çox soyuqdur. Və beləliklə bir günüm belə keçdi, oxuyaraq kafedə və s. Çölə çıxdıq və avtobus gözləyirik, nə edəcəyimizi düşünürük. Tir titrəyirdik. Videonu izlədiyiniz üçün çox sağ olun.